İmanın əhəmiyyətini xüsusilə vurğuladınız. Bəs heç bir dinə xitab etməyən, inancı olmayan bir gənc yaxşı ola bilməz? Yaxşı bir insan ola bilməz? Bilirsiniz, fitrətən insan təmiz yaradılıb. Din dediyimiz zaman yoldur. Yəni yolsuz insan tərəqqi edə bilmir. Əslində bu dünyada dinsiz insan yoxdur, yəni yolsuz insan yoxdur. O inançsız insanın da öz bir təqdir etdiyi yol var. Lakin yolların daha tikansızı var, bir də qaranlığı var. Yəni din yolu əslində dinin təqdir etdiyi yol daha böyük üfüqləri açaraq insana sadəcə bu dünyanın pəncəsi altında kölə olma. Çünki insan düşünürsünüz, məsələn, siz də əfv edərsiniz məni. İnsan ana bətnində olduğu zaman ona ağıl, kamal verəsən, ona gedib deyəsən ki, bax sən bir dünya doğulacaqsan 9 aydan sonra və yaxud 3 aydan, 2 aydan sonra. Orada bir dünya var, dağ var, dərə var, şəhərlər var, Amerikası var, Yaponiyası var. Dünya xəritəsinin qarşısına çıxarasan. O uşaq deyir ki, yox, siz nə danışırsınız ki? Mənim burada proteinim var, yağım var, zülalım var, mənim burada bir dünyam var, hər şey mənim üçün gözəldir. Amma vaxt gəlir, bu uşaq oradan doğulur. İndi düşünün, bu dünyanın bətninə doğulmuşuq. 90 ildə bu dünyanın avuşunda yaşayacağıq. Odur ki, indi Quran-ı Kərim insana deyir ki, sən bir dünyaya gedəcəksən ki, orada həyat var, cənnət var, cəhənnəm var. Yenə biz ağlımızı o ana bətnindəki uşaq ağlı kimi düşünürük. İnanmırıq ki, orada belə bir həyat var. Odur ki, din insana üfüqləri açır. O qaranlıq dünyada nur saçır və insana çox böyük potensial və özəlliklə insanın içərisində, daxili dünyasında böyük bir ümid işığını yaradır, yandırır. Və insan heç bir zaman ümidsiz qalmır. Odur ki, Allaha bağlı olur insan, Yaradana bağlı. Özdə elə bir Yaradana ki, kainatı bir təsbih dənəsi kimi idarə edən, böyük bir qüdrətə inanan bir gəncin əlbəttə ki, önündə fəth etmədiyi bir yer olmayacaq. Və özəlliklə bunu söyləyim, Qarabağdakı o fitnə ateşini söndürmək üçün bizim gənc nəsil getdi. Heç Qarabağda onlar olmamışdılar, oranı görməmişdilər. Amma o nəsildir ki, inandı və o şəhadət iksirini inanaraq içdilər. Ona görə Rəbbimiz də Əş-Şəhid adından onlara bir parça verdi. Onlar şəhid, ölməzlik qazandılar. Əgər bir gənc inanmasaydı, o ateşin üzərinə gedərdimi? İnanmayan insan əslində qorxar, ürkər, ürpənər, cəsarətsiz qalar. İnanan insan güclü insandır, qüvvətli insandır, cəsarətli insandır və bizim şəhidlərimiz, qazilərimiz kimi.